Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama. İran üçüncü dəfə Türkiyəyə raket atdı. Müdafiə Nazirliyi bəyanat yaydı. İran savaşı Ermənistanı silkələməyə başladı. Yeni cəbhə. İran gizli hücrələri hərəkətə keçirə bilər. Müçtəba öldürülüb, Mossad işarə etdi. İran savaşı Rusiyaya hər gün 150 milyon dollar qazandırır. Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Axar TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatında bildirib. Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Eyni zamanda cənab prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir, deyə baş nazir vurğulayıb. İrandan atılan 3-cü raket Türkiyənin hava məkanında məhv edilib. Bu barədə Türkiyə mediası məlumat yayıb. İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Axar TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır. Bölgədəki bütün inkişaflar milli təhlükəsizlik prioriteti olaraq diqqətlə izlənilir və qiymətləndirilir. Məlumatda qeyd olunub. Qeyd edək ki, bugün İrandan atılan 3-cü raket Türkiyənin hava məkanında məhv edilib. Bundan əvvəl də İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb. Hər iki raket havada məhv edilib. Ermənistan hələlik yaxın şərqdəki gərginliyin ciddi təsirini hiss etməsə də, iqtisadi nəticələr sonradan özünü göstərə bilər. Axar TV xəbər verir ki, bunu Ermənistan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen Ivanov deyib. Onun sözlərinə görə, əsas risklər təchizat zəncirlərinin pozulması və dəniz daşımalarının bahalaşması ilə bağlıdır. Gəmi yükdaşıma tarifləri təxminən 30% artıb və bu malların son qiymətinə təsir edəcək. Malların çatdırılması isə 30-40 gün çəkdiyi üçün qiymət artımı gecikməklə hiss olunacaq. İvanov bildirib ki, artıq bəzi yüklər daşınma zamanı problemlərlə üzləşir. Məsələn, Ermənistan üçün nəzərdə tutulan yüklərdən biri İranın Bəndər Abbas limanı əvəzinə Fələstində boşaldılıb və bu, şirkətlər üçün əlavə çətinlik yaradıb. Onun sözlərinə görə, bəzi malların qiyməti artıq 15-20% artmağa başlayıb. Eyni zamanda İrandan xam mal tədarükünün azalması və alternativ marşrutların, xüsusən Gürcüstanın Poti və Batumi limanları, eləcə də Yuxarı Lars keçidinin həddən artıq yüklənməsi logistika problemlərini daha da artırır. İvanov qeyd edib ki, əvvəllər Çindən gələn konteynerlər İran üzərindən 40-45 günə çatdırılırdısa, hazırda bu müddət təxminən 2 dəfə arta bilər. İranın yeni dini lideri Müçtəba Xameneyi xalqa ilk müraciətində Amerika Birləşmiş Ştatları və İsrailə qarşı yeni cəbhələrin açılacağının anonsunu verdi. Bildirdi ki, düşmənin az təcrübəyə malik olduğu və xüsusilə həssas olduğu bölgələrdə digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb, müharibə vəziyyəti davam edərsə və məqsədə uyğun hesab olunarsa, həmin cəbhələr aktivləşdirilə bilər. Amerika Birləşmiş Ştatları və İsrailə qarşı İranın mümkün yeni cəbhəsi proksi qüvvələrini, Hizbullah, Husilər, İraqdakı milis qüvvələri və sair aktivləşdirməkdir. İndiyə qədər proksi qüvvələr müəyyən addımlar atsa da, prosesə tam həcmli qoşulduqları müşahidə edilmir. Müharibənin gedişatında bu qüvvələrin müharibəyə total şəkildə daxil olacağı istisna deyil. Lakin proksi qüvvələr ənənəvi cəbhədir. Müçtəba Xameneyi isə Amerika Birləşmiş Ştatları və İsrailin
gözləmədiyi və həssas bölgələrdən hücuma keçəcəkləri xəbərdarlığını edir. İranın yeni cəbhənin açılması addımları ilə bağlı müəyyən təxminlər irəli sürmək mümkündür. 1. Regionda və İranın təsir imkanlarının olduğu ölkələrdə Amerika Birləşmiş Ştatları və İsrail səfirliklərinə, eləcə də bu ölkələrin vətəndaşlarına kütləvi hücumların edilməsi. 2. Amerika Birləşmiş Ştatları daxilində qisas əməliyyatlarının keçirilməsi. FTB daha öncə mümkün risklərlə bağlı xəbərdarlıq etmişdi. Az ehtimal olsa da, Amerika Birləşmiş Ştatları sahillərinə yaxın ərazidəki gəmilərdən Kaliforniyaya dron hücumları qiymətləndirilir. 3. İranın inqilab ixracı coğrafiyası kimi gördüyü ölkələrdə gizli hücrələrin hərəkətə gətirilməsi. Bununla yanaşı bölgədəki Amerika Birləşmiş Ştatları bazalarına zərbələr və proksi qüvvələrin ənənəvi hücumları da davam etdiriləcək. Hərçənd İran raket ehtiyatlarının tükənməsi fonunda yer hücumları mərhələsinə keçid edilə bilər. Tehran qonşu ölkələrə hücumları dayandırdığını elan etmişdi. Bu ssenari isə müharibənin regiona yayılması taktikasında növbəti mərhələ ola bilər. İsraildə İranın yeni təyin olunmuş ali dini lideri Müştəba Xamneyinin ölməsi ilə bağlı iddialar çoxalıb. Axar TV xəbər verir ki, buna səbəb Mossadın X sosial şəbəkəsindəki Fars bölməsinin Müştəba Xamneyinin atası Əli Xamneyinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım olub. Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü. Paylaşımda bildirilib. Qeyd edək ki, Müştəba Xamneyi Amerika Birləşmiş Ştatları və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Yaxın Şərqdə davam edən müharibə hər gün Rusiyaya əlavə 150 milyon dollar neft gəliri gətirir. Axar TV xəbər verir ki, bu barədə Financial Times-da yayımlanan araşdırmada deyilir. Qeyd olunur ki, Hörmüz boğazının faktiki bağlanması Hindistan və Çinin Rusiya neftinə tələbatının artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. Nəticədə Moskva artıq neft ixracından təxminən 1,3-1,9 milyard dollar gözlənilməz gəlir əldə edib. Financial Times-ın hesablamalarına görə bu templə Rusiya büdcəsinə mart ayının sonuna qədər əlavə 3,3-4,9 milyard dollar gəlir daxil olacaq. Bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan keçmiş həyat yoldaşının təbliğatını aparmağa başlayıb. Axar TV Teleqrafa istinadla xəbər verir ki, bu barədə İravunk məlumat yayıb. Nəşr yazıb ki, baş nazirin keçmiş xanımı Armavirdə keçirilən bir ziyafətdə hamının təəccübünə səbəb olub. Anna Akopyan masa arxasında yenidən Nikol Paşinyanın lehinə lobbiçilik edib. O deyib ki, nə olur olsun ölkəni xilas edə biləcək yeganə insan Paşinyandır. Mənbələrin məlumatına görə o elə bir mövqe tutub ki, güya onun Paşinyandan ayrılmasının heç bir əhəmiyyəti yoxdur və uyğun fürsət yaranarsa yenə də onu dəstəkləməyə hazırdır. Qeyd edək ki, iyunun 7-sində Ermənistanda parlament seçkiləri keçiriləcək.